Al. Ehtiyatlı ol, Zaidə. Bundan müğayət ol, elə bil ki, mənim ölüm hökmüm sənin əlindədir. Niyə zindandan qaçmırsan, Muxtar? Yoxsa Zübeyirlərin şorbası sənə xoş gəlib? Nə vaxtacan istəyirsən Ömərin oğlunun lütfüne səbr eləyib, Səfiyyənin yalvar yaxarından sonra azadlığına ümid eləyəsən? Bu sonuncu oyundur, Zaidə. Zindandan qaçsam, Zübeyirlər üsyanımdan xəbərdar olarlar. Bütün aləm nə demək istədiyimi başa düşər. Əlinin düşmənləri Eynülvərdidə təvabilləri öldürdüklərinə görə inanırlar ki, şiyənin təhlükəsi dəf olunub. Bu inancda qalmaları bizim hamımızın xeyrinədir. Eynülverdenin kanadı sınmış göyerçinleri, yalnız yeni bir görüşün şövgü bizim para para olmuş kalplerimize melhem olabilir. Süleyman, Müseyyib, Benval ve Binsed ölmeyibler. Onlar her gün sübh açılarken güneşle birge doğacaklar, çiçeği açacaklar. Nəğmə olup torağay kuşlarının boğazında seslenecek. Eğer biz onlarla hemdert, mühlis bir sırada olsaydık, yükseliş kanadlarımız sınmazdı. Ele yollar var ki gitmemişik, ele sözler var ki eşitmemişik. Elə sözler kalıp ki dememişik. Ve bir de elə görmeli şeyler var ki biz hiç vaxt onları görmemişik. Tevvabinlerin bundan sonra elave bir vazifesi de var. Biz gerek Kerbela şehitleriyle Eynülverde'nin kanının intikamını birlikte alaq. Ey Hüseyin'in intikamını alanlar! Ey Hüseyin'in intikamını alanlar! Ey Hüseyin'in intikamını alanlar! Ey Hüseyin'in intikamını alanlar! İndi öz diyarımıza kaydırıq. Bu qol budağı sınmışların qanlarının qisası üçün yeni bir zamana ihtiyaç var. Tevvabinlerin harekatının davamı yeni qüvvələrin yaranmasından asılıdır. Biraz vaxt lazımdır. Bizim sizinle Bəsrədə əlaqəmiz Müsənnada bin Məxrəbə, Mədaində isə bin Hüzeyfə. Xəbərlərimiz bunların vasitəsilə çatacaq. Gedin. Nə qədər ki vaxt var gedin. Nəfəsinizi təzəliyin və özünüzə gəlin. Salam olsun Eynülverde'nin yorğun ve məyus mücahidlerine. Ebu İshak Muxtar Səqəfidən bir məktub gətirmişəm. Muxtar? Allah günahlarını bağışlamasın. Eğer Muxtar Tevvabinlerin köməyine gelseydi,
Eynülvərdənin taleyi çox güman ki, başqa cür olacaqdı. Tamam başqa cür. Salam olsun Eynülvərdənin ürəkli kişilərinə. Küləklər sizin şücaət və qəhrəmanlığınızı vəsf eləyib aləmlərə çatdırdı. Şairlər qafiyə tapmırlar, dastan qoşalar. Dastanınıza heyran olublar. Eşq olsun sizə. Utandırıcıdır. Ne yazıb Rufaya? Boş cəfəngiyyatdır. Barışığa çağırır, beyyətə dəvət edir. Kəsilsin o eller ki, muxtarla beyyət üçün uzanacaq. Rüfai, Allaha and olsun ki, bu ədalətli deyil. Bir tərəfli qəzavət eləyirsiniz. Muxtar bir an belə Hüseynin qatillərindən qisas almaq fikrindən qafil olmayıb. Siz xilas yolunu öz qanlarınızın axıdılmasında görürdünüz. Muxtar isə lənət olunmuş şeytanların qanını axıtmaqda. Məqsəd birdir, yol isə iki. Ay Əcəmzadə, elə bilirsən təvvabinlər kör-körənə intiqam məqsədi ilə Eynülvərdəyə tələsiblər? Bizlə qələbənin arasında bir addım fasilə vardı. Həmin addım Muxtar idi ki, yox idi. Muxtarın qeyrətinə bələd olduğum üçün bilirəm ki, Süleymanın üsulu ilə müxalifət olduğuna baxmayaraq, özünü Eynülvərdə meydanına çatdırardı. Əgər Zübeyrilərin zindanında əli qolu bağlı olmasaydı. Yəni Muxtar zindanda imiş? Bəli, hələ də zindandadır. Niyə? Niyəsini Zübeyrilərin əmirlərindən soruşun. Süleymanın məktubu Muxtara çatan həmin gecə yarısı Muxtarın evinə tökülüb onu həbs elədilər. Onda bu hesabla Muxtarın heç günahı olmayıb Rüfail. Hiləgər bin Yezidmiş ki, Əlinin tərəfdarları ilə dost olduğunu iddia eləyib arxadan xəncər vurur. Yəqin ki, Muxtarı Əli Zübeyirlə müxalifət ittihamı ilə həbs eləyiblər. Biz Küfə zindanına hücum eləyib, Muxtarı oradan xilas eləyə bilərik. Yox, Müsənna. Muxtarın üsyan xəbəri gizli qalmalıdır. Onda bəs Muxtarın məsələsi necə olacaq? Əgər Muxtarın qiyam xəbəri gizli qalsa və üstü açılmasa, Zübeyrilərin Muxtarı zindanda saxlamaları üçün əsasları yoxdur. Bəs onu həbs eləyəndə əsasları var idi? Muxtarı həbs eləyiblər ki, təvvabinlərin köməyinə getməsin. Necə yəni ki, yan? Bin Yezid istəmirdi ki, təvvabin Eynülvərdənin fatihi olsun. O şiyyənin Küfədə olmasını Ali Zübeyir hökuməti üçün təhlükə hesab eləyirdi. İstəyirdi onlar məğlub olsunlar və Küfədə qüdrətləri olmasın. Sübhanallah. Bəs niyə Əbu İshaq bu barədə mərhum Süleymanla söhbət eləmədi? Niyə bizi Zübeyirlərin qəsdi qərəzindən xəbərdar eləmədi? Bu da Bin Yezidin bir hiləsi idi ki, öz yalanlarıyla Muxtarla mərhum Süleymanın arasına ayrılıq salırdı. Onda bu hesabla Eynülvərdə şəhidlərinin qanı xain Bin Yezidin boynundadır. Siyasətin bu cür oyunları çoxdur, Rüfaya. Elə buna görə Əbu İshaq düşünür ki, siyasətbazlarla siyasətlə vuruşmaq lazımdır. Əbu İshaq'a de ki, təvvabinləri səninlədilər. Nə yazıb? Məndən Muxtarın azadlığını istəyib. Götür, özün oxu. Neyniyək? Bilmirəm. Məncə Muxtarı azad eləməməliyik. Sən Ömərin oğlunun sözünü yerə sala bilərsən? Mən edə bilmərəm. Xəlifəzadənin bizdən inciməsi, xəlifənin inciməsindən daha yaxşıdır. Muxtarın azadlığı həmin keçmiş dərdisərin, istirabların qayıtmağı deməkdir. Muxtar azad olsa sakit oturmayacaq.
Ələxsusda ki, həbs edilib və bundan yanıqlıdır. Təvvabinlərin Eynül Vərdədəki məğlubiyyətindən sonra məlum olsun ki, şiyələrin qol qanadı sınıb, qürurları tamam yatıb və başa düşürlər ki, Ali Zübeyrin himayəsi olmadan Mərvanilərlə heç cür bacara bilməzlər. Odur ki, bizimlə yola getməyə məcburdular. Əgər Muxtarı azad eləsək, xəlifəyə nə cavab verəcəksən? Axı nəyə görə xəlifə narahat olmalıdır? Muxtarın ki, Ali Zübeyrlə heç bir işi yox. Sən əminsən ki, Muxtar Ali Zübeyrin əleyhinə fitnə fəsad yaratmayacaq? Bu vaxtacan ki, eləməyib. Gəl Muxtarı hilə ilə öldürək və şərrindən xilas olaq. Allahın lənəti olsun şeytanur rəcimə. Nə qədər tavana zillənəcəksən? Baxışlarının itiliyi tavanı dəlib. Qalx ayağa. Səbir və hövsələn sözünü kürsüyə oturtdu. Azad oldum. Görünür arxan dağa söykənib. Mən ki Ömərin oğlunun hənasının Ali Zübeyrin yanında rəngli olacağına inanmırdım. Xəlifə Zadanın məktubu öz işini gördü. Yəqin bin Yezid Ömərin oğlunun məktubu barədə İbn Zübeyrlə məsləhətləşməyib. Yoxsa mənim azadlıq hökmümlə öz ölüm hökmünü möhürləməzdi. Gəliblər ixtişaş törətməyəcəyin və beyyəti sındırmayacağın barədə söz alsınlar. Görünür Təlhətül Xeyrin nəvəsi sənin azad olmağınla müxalifdir. Amma bin Yezid alnını dağlayıb, müğayət ol ki, başqa yerini də yandırmasın. Nə qədər ki haramdır ki fikrindən dönməyib tələs. Ayağın zindandan bayıra dəysə, heç kimsənin tozuna da çata bilməz. Tez ol, yığış, gedirik. Və aleyküməssalam. Gözlərim qaranlığa öyrəşib, bulanıq görürəm. Yoxsa mərifət əhlinə salam verməkdə birinci olardım ki, neçə dəfə artıq savab qazanım. Muxtar, heysiyyət və etibarını girov qoyaraq sənin zindandan azad olunmağını istəyən və səni həyatın qoynuna qaytaran şəxslə biraz səmimi ol. Bilirəm, səni azad eləmək mənim əziyyətə düşməyimə səbəb olacaq. Amma nə edim ki? Məndən xətri mənim üçün əziz olan bir şəxs sənin azad olmağını istəyib. Ümidvaram ki, bu işimi dəyərləndirib, biz Küfədə olduğumuz müddətdə Küfədə Ali Zübeyrin əleyhinə bir iş görməz və bizim abır həyamızı aparmazsan. Mənim xışım torpaqlarımda atılıb qalıb. Əkin sahələrim sahibsizlikdən quruyub. Söz verirəm ki, qılıncım belin tutacağını yonutmaqdan və ya ağac yerini dəyişməkdən başqa bir şey üçün qınından çıxmayacaq. İstəyirəm tələf olmuş ömrümü ağac əkməklə və ya əkin becərməklə keçirəm. Ömrümün qalan hissəsini də övladlarıma sərf eləyim. Get, Muxtar, get. Sən azadsan. Ömrünün bir hissəsini də təvvabinlərin yetim uşaqlarına sərf elə. Kin, küdurət və düşmənçiliyin Küfədə yetim uşaqların sayının artmasından başqa heç bir faydası yoxdur. Əmin ol. Azadlığın şərti var, Muxtar. Şərt nədir? Gərək əlini Allahın kəlamına qoyub and içəsən ki, beyyəti sındırmayacaqsan.
və Ali Zübeyrin əleyhinə fitnə fəsad törətməyəcəksən. Və əgər andını pozsan, Məkkədə 1000 dəvə qurban kəsib, bütün ixtiyarında olanları, istər kişi olsun, istərsə də qadın, azad edəcəksən. Əmir, düzdür ki, Muxtarı zindandan azad eləmişsiniz? Bəli, Muxtar azad olub. Axı niyə? Niyə? Məyər mən sənə hesabat verməliyəm, Sədin oğlu? Sizə kim icazə verib ki, günün günorta çağı müsəlmanların hökumət evinə daxil olasınız, hə? Məyər biz razılaşmamışdıq ki, xaraba evlərinizdə oturub, bizimlə aramızda olan hər cür dostluq əlaqəsini inkar eləyəsiz, hə? Əmir, Muxtarın azadlıq hökmü sənin və bizim ölüm hökmümüzdür. Məyər bu idi sənin tərifli siyasətin, hə? Bilirəm, bilirəm. Muxtar azad olmamalıydı. Muxtarın azad olunmasını elə bir kəs istəyib ki, onun xətri hamımız üçün əzizdir və hörmət olunması vacib. Siz Zübeyrin oğlunun əmrinə itaət edirsiniz, yoxsa Ömərin oğlunun, hə? Muxtarın azadlığı, yəni fitnə, yəni ixtişaş, döyüş, savaş, hə? Siz niyə xəlifəzadənin tövsiyəsinə qulaq astınız? Çünki qulaqlarım özümünki deyildi. Elə bir xəlifənin əzəmət və qüdrəti ilə dolmuşdu ki, ərəbləri əcəmlərə, Tatar, Türk, Rum, Zəngi və Hindulara hökmran elədi. Bu belə idi. Düzdür ki, xəlifəzadə siyasətdən əl çəkib, amma siyasət ondan əl çəkməyib. Yezid ki, vaxtı ilə Yezid idi və heç bir Allaha bəndəlik eləmirdi. Abdullah İbni Ömərin qarşısında heç kim idi. Əmir, qəbul eləyin ki, Muxtarın azadlığı İraqda hər bir hökumət üçün təhlükəlidir. İstər Əməvi olsun, istər Zübeyri. Muxtarın fikri Ələvi hökumətini bərpa eləməkdir. Macal versəz, xəyallarını gerçəkləşdirəcək. Muxtar dünənə kimi əsl təhlükə idi. Bundan sonra səssiz əl kimidir. Təvvab dostlarının məğlub olmasıyla o da iflic olub. Həm də biz Quranı arada səbəb olaraq qoymuşuq. And içib ki, şər yaratmasın. Deməli, Muxtarı tanımamışsınız. O öz xəyallarındakı taxtacı çatmaq üçün Quran bir yana Quranın sahibini də inkar eləyər. Əgər təvvabinlərin Muxtar kimi bir başçısı olsaydı, Eynülvərdəni Mərvanilərin qəbristanlığına çevirmişdilər. Muxtar siyasəti, hiləgərlik və döyüş tanrısıdır. Mən dəfələrlə ona məğlub olmuşam. Heç də şəkk eləməyin ki, siz də böyük bir xəta eləyibsiz. Sabah bu əfi ağzını açıb sizi və əlaltılarınızı utsa, onda başa düşəcəksiniz ki, siyasətdən bir miskal belə xəbəriniz yoxdur. Kifayətdir Ömər İbn Səd. Kifayətdir. O gün ki, sən Rey Mirvarisinin axtarışındaydın və qan dəryasında üzürdün. Gərək nəhəngini də fikirləşərdin. Bugünsə mənim əbamdan yapışmışsan və hey fəryad eləyirsən ki, köhnədir. Bu köhnə əba bizə xoşdur. Biz elə bu bacardığımız azacıq siyasətlə özümüzü xilas eləyə bilirik. Sənsə get o sümüklərə dəxil düş ki, Kərbəla səhrasında dəfn eləmisən. Peyğəmbərin əhl-i beytin rəhmət və səxavəti olduqca çoxdur. Bəlkə sənə nicat verərlər. Xoş gəldiniz. Bir də biz gizlində razılaşmışdıq ki, həddi aşmayacaq və evlərinizdən çölə çıxmayasınız. Mən sizin kimlərin canına zamin durmağı öhdəmə götürmüşəm.
Yeziddir. Çox qorxubdur. Rəngi qaçıb. Bu yazıdır. Bin Yeziddir. O qədər içib, ağlını itirib. Bu Yeziddir. Çox qorxubdur. Rəngi qaçıb. Bu yazıdır. Bu Yeziddir. Çox qorxubdur. Rəngi qaçıb. Bu Salam yazıdır. Bin Yeziddir. O qədər içib, ağlını itirib. Bu Yeziddir. Çox qorxubdur. Rəngi qaçıb. Bu yazıdır. Bu Yeziddir. Çox qorxubdur. Rəngi qaçıb. Bu yazıdır. Bin Yeziddir. O qədər içib, ağlını itirib. Siz niye taun tutmuşlar? Bu sözler ayaqyalın atasız anasızların, yetim yesirlərin sözləridir. Sizin kimi qazəti yeyib naz içində yaşayanların yox. Cariye, atam yine hirsleniyor. Ağlama mənim ömrüm. Qorxma gülüm. Atanızın qanı qaradır. Yəqin yenə kimsə quyruğunu tapdalayıb. Burnunu yandırıb. Atanın kuyruğu yoktu ki. Burnu da yanmayıp. Yəni cinli olub qızım. Siz keçin otağa, tez olun. Mən indi onun cinini çıxardaram. Kitan uşaqları bizə də sarırlar, bizimlə oynamırlar. Həyətdə də oynayanda qoymur oynayaq. Həmişə istənir. Daha bezmişəm, həbsdə baraya gedəndə məni özü ilə aparmır. Axı mən neyniyim, kimdən oynayım? Əl çək məndən. Vəcdəl. Vəcdəl, yalan deyirəm. Hə? Bizə nə dəxli var atamız Yezididir? Kəs səsini yeşə baş. Bəxtəvər başıma övlad tərbiyələmisən. Bu it tulaları mənim əzab mələklərimdir. Nə olub, dəli olmusan? Ayağını niyə tərpədirsən? Dəli olmuşam? Dəli eləmişsiniz. Bu da yaşayışdır. Evimin içərisində də həmin küçədəki əlsiz, ayaqsız adamların boş-boş sözlərini eşitməliyəm. Çox sağ ol xanım. Evdə əcəb əminamanlıq yaratmısan. Əminamanlıq var idi. Sən təhlükəli eləmisən. Mən şikayət eləməliyəm, sən yox. Bəli, xanım hər bir şeyi tələb eləməlidir. Evinin mətbəxində quzu dərsi soyulmur, məxmər ipək yəməni hil-hil geyinmir. Gövhərdən boyunbağısı, qızıldan xalxalı çatışmır. Kənizi, qulamı yoxdur. Ay, ölərəm elə. Xanım dilənçi halına düşüb. Gecə-gündüz təndirə girib çıxmaqdan cızdağı çıxıb. Özüvə gəl. Mən rəiyyətin yoxsullarından olmamışam. Sən mənə elçi gələndə mən sarayda yaşayırdım. Yadından çıxıb? Bəsdir cariyə. Heç olmasa sən dərdimi təzələmə. Bu həyat uşaqlarımıza mənəvi özün üçün zəhrimara döndərən sənsən. Yenə Muxtar azad oldu. Evimizə kabus çöktü. Ömər, Küfə yaşayış yeri deyil. Sən bu cəmaatdan, bu şəhərdən nə xeyir görmüsən ki, iki əlli bu xaraba qalmışlardan yapışıb buraxmaq istəmirsən? Küfə qadınlarının sən necə təhqirlə Küfə məscidindən qovduqları, daşqalaq eləyib kötək vurduqları yadından çıxıb? Niyə Küfədən getmirik? Axı hara gedək arvad? Mənim bütün mal mülküm bu xaraba qalmışdadır. Ömər, gəl bir neçə müddətə Küfənin vəziyyəti sakitləşənəcən Hicaza ya da Şama gedək. Mal mülkünü də inandığım bir adama tapşır ki, biz qaydana dək göz qulaq olsun. Bu cəmaat elə oğurquldurdular ki, ayağımızı Küfədən bayra qoyan kimi hamısını müsadirə eləyərlər. Səninki canın malva belə bağlıdır, Bəsrəyə necə gedəcəkdin? Sən niyə özünü bilməməzliyə vurmusan cariyə? Reyin məsələ fərqlidir. Bir də nə üçün Küfədən getməliyəm? Küfə hansı atası yanmışın mülküdür ki, mən onu qəsb eləmişəm? Küfədə nə olacaq bəyəm? Bəyəm Muxtar və onun kimləri nə qələt eləyəcəklər? Təvvabinlər o qədər köyləri ilə heç oldular. Küfədən gedək? Küfədən gedim ki, desinlər Sədin oğlu kiş eləyən kimi quyruğun belinə qoyub qorxudan qaçdı, belə desinlər.
Nə olub həfs? Bu nə üst başdı? Özünü nə günə salmısan ay uşaq? Mən uşaq deyiləm. Mənəm. Həfs İbni Ömər, İbni Səid, İbni Əbi Vəqqas, Qadisiyyə sərdarının oğlu. İran Fatihinin nəvəsi. Bəsdi görüm. Özünü bu qədər öymə. Nə qədər oğru quldur olmalıdır ki, səni bu günə qoya bilsin. Başa sal görüm. Hamısı sənin təqsirindir ki, məni qılınc gəzdirməyə qoymursan. Kimlə dalaşmısan? Atamı təhqir eləyən bir nəfərlə. Əgər qılıncım olsaydı, elə eləyərdim ki, Kufənin hambal uşaqları Ömər Sədin oğlunu görəndə özlərini itirərdilər. Oğlum. Bəli, ata. Niyə dav elədin ki? Urya ilə kanala balıq tutmağa getmişdik. 6-7 balıqçı oğlu yekəbaşlıqla qabağımızı kəstilər ki, bura bizim yerimizdir. Balıq tutmağa haqqınız yoxdur. Oryan qorxdu. İstədi ki, qaydaq. Mən onlara qarşı çıxdım. Necə yəni bizim yerimizdir? Kanal hamınındır. Allaha məxsusdur. Aramızda mübahisə düşdü. Oryanın ağzından çıxdı ki, kimlə dalaşdığınızı bilmirsiniz. Bu Ömər Sədin oğludur. Murdarlar qəhqəhə çəkib məni ələ saldılar. Onlardan biri sizi söydü, mən də onu döydüm. Üstümə tökülüşdülər. Nə söyüş söydü? Eşitməsəz yaxşıdır, ata. Çox pis söyüş idi. Sənə bir şey olmayıb ki? Yox, bir şey deyil. Burnum qanıyıb. Başım da biraz partlayıb. Əgər Oryan qaçmasaydı, onları şülküt eləyərdik. Mən tək idim, olarsa 7 nəfər. Amma heyf ki, qılıncım yox idi. Bundan sonra hara geçsən özündən qılınc apar. Kufə cəmaatı ilə yalnız qılınc dili ilə danışmaq lazımdır. Neynəmək fikrindəsən? Kufə varisinin azad olma hökmünü yazıram. Nə vaxtacan bu məktubu yazmaqla özünü aldadacaqsan? Nə üçün dəvə quşu kimi başını qara yerə salıb ətrafını görmürsən? Bugün Kufə Yezid və tərəfdarlarına nifrət edir. Kufə uşaqları hər gün sizin müqəvvalarınızı çubuğun başına keçirib fırladaraq şeir oxuyurlar. Əgər sən və Şümür kimilərin Zübeyrinin yanında etibarı olsaydı, siz ev dustaq eləməzdi. Sən öz evində həbs olunmusan Ömər. Niyə inanmaq istəmirsən? Allaha and olsun, çarəmiz yalnız Kufədən köçməkdir. Niyə başa düşmək istəmirsən? Vallah ki, köçməkdir. Cariyə, hətta qasırğa gəlsə belə bizi Kufədən ayıra bilməz. Nə qədər deyinirsən deyin. Namərd, 9 aylıq süd verən inəyə dönüb. Səfərlə dolu bir tuluq südü bir təpi ilə vurub dağıtdı, töydü. Bir muti, hökmünün möhrünü vurmuşam. Özümü təcili olaraq Kufəyə çatdır və bu işi bitir. Allah eləsin, heç də gec olmasın. Hə? Hələ sən yola düşməmiş təslim olmuşsan. Kufə dəhşətli meydandır. Mənim nigarançılığıma haqq verin. Kufədə siyasət və qılınc ikisi də bir yerdə olmalıdır. Yoxsa onlarla bacara bilmərik. Ona görə də mən elə əvvəldən bin Yezidin Kufiyə getməyi ilə müxalif idim. Bu böyük siyasət oyunudur. Bu siyasət deyil ki, Ömərin oğlunun sifarişidir. O, iddia edir ki, siyasət və hökumətlə onun işi yoxdur. Amma bizim bəzi valilərimizlə məktublaşır, namə yazır, hökm verir.
Allahu Ekber. Bu siyaset değil ki. Ve bin Yezid gibi bir ahmak səfih vali onun qurbanın olun diyen olub. Hökmünü öpüp gözünün üstə koyuyor. Namərd. Bu kadar ahmaklık olar. Bu kadar səfihlik olar. Baxsağın ayağını kesmek, onu uzaklaştırmak lazımdır. Bin Muti, senin muhtarla köhne dostluğun var ha? Çalış ki onu özünə cəlb edəsən. Elə ki fürsət ələ düşdü. Onu Süleyman və tərəfdarları kimi aləm-i mələkütə yola sal. Bir də Ömer Səd və Şümrün ağzını yum. Hər gün qasidlərin Məkkəyə yollanmaqlarına övsələm yoxdur. Başlarını bir tərqat. Əlbəttə elə ki, cəmaat qəzəblənməsin. Səni görməyimə şadam. Əhvalın necədir? Mərhəmətiniz sayəsində yaxşıyıq. Siz necəsiz? Dua və şükür edirik. Nəcəb bu tərəflərdəsən Əbdürrəhman? Allah qismət eləsə, ömrə ziyarətinə müşərrəf olacağıq. Ömrə? Özü də Küfənin sizi kimi məşhur bir adama ehtiyacı olduğu bir vaxtda vacibi əməli tərk eləyib müstəhəbi yerinə yetirirsən? Siyasəti zəruri bildiyiniz üçün Küfə vacib faktlarla doludur. Bizim kimi baş əkinçiliklə məşğul olan biri üçün yox. Nəyə gülürsən bin Muti? Xoruzunuzun quyruğuna gülürəm ki, görsənir. Hansı xoruzun quyruğu? Küfənin yolu bu tərəfdəndir. Siz Mədinədən gəlirsiniz. Allahın Rəsulun ziyarətinə gedirdik ki, ömrə ziyarətimizin savabı daha çox olsun. De ki, Səccadın məhzərinə müşərrəf olmuşduq ki, siyasi vəzifəmiz barədə sual eləyək. Yaxşı. Onun nəzəri nə idi? Tutaq ki, siz buyurduğunuz kimidir. Şər'i cəhətdən günah eləmişik. Yox, Əbdürrəhman, əsla. Lap düzgün iş görmüşük. Ömrəyə müşərrəf olanda cənab Səccadın əmsinə də baş çəkin.
Eşitmişəm Zeynul İbad əmisini küfəlilərin ömrəsində öz vəkil eləyib. Bəs onda bu karvan hara hərəkət eləyir? Küfəyə tərəf bin Şurey. Küfənin hakim hökmü ilə. Hə, bu da xəlifənin mənim boynuma qoyduğu bir vəzifədir. Hə, deməli bin Yezidin yəqin ki təvvabinləri himayə eləməsi xəlifəni qəzəbləndirib. Yox, Əbdürrəhman. Yox. Təvvabinləri himayə eləmək xəlifənin inancıdır. Ya Ələcəb, sən ki bizdən çox əhlisən. Ruzigarın oyununa gülürəm bin Şurey. Hakimiyyət hökmünü əlimə alanda yadıma düşdü ki, saqqalını yandırıb yelə verməli olduğum adamların birincisi də sənsən. Heyf. Yəqin ki, Məkkədə uzun müddət qalmaq fikrində deyilsən. Küfədə məndən də əhəmiyyətli o qədər məşğuliyyətin olacaq ki, başın qarışacaq, biz də arxayınlıqla ziyarətimizi edib geri qaydarıq. Gəl, səni gözləyəcəm. De görüm, dostumuzdan nə xəbər var? Əgər Allahı deyirsənsə, bizə nəzarət eləyir. Əgər şeytanı deyirsənsə, siz özünüz daha yaxşı bilirsiniz. Özünü bilməməzliyə vurma. Mənim də, sənin də üçüncü dostumuz var. Adı Əbu İshaq Muxtardır. Muxtar ya zindandadır ya da meydanda. Bin Yezid yolu sənin üçün hamarlaşdırıb. Eşitmişəm, Muxtarı həbs eləyiblər. Əbdürrəhman, bilirsənmi? Əgər Muxtar doğrudan da meydanda deyilsə, deməli o zindandadır. Görünür ki, neçə vaxtı sən Küfədən xəbərsizsən. Bin Yezid Muxtarı azad, özünü isə həbs eləyib. Bu arada isə mən asılı qalmışam. Hal-hazırda hardayıq, Əbu Sibyan? Ziqarın yaxınlığındayıq. Qorxulu səhradır. Mən təəccüb eləyirəm ki, Muxtar bu səhradan necə salamat qutara bilib? Cəsarət olmasın. Əmir Muxtar əcinə kimidir. Dayanın! Küfənin Bəsrə məntəqəsinə çatmışıq. Dözümlü ol, Ummu Səlim. İndi ayrılıq vaxtıdır. Biz Bəsrədə qəribik, Abdullah. Orada heç kəsi tanımırıq. Cənab Musəbə yazmışam ki, sizdən müğayət olsun ki, qəriblik hiss eləməyəsiz. Arxayın olun ki, Bəsrədə sizin üçün xoş keçəcək. Bəni Zübeyir dövlətinin bir çox nüfuzlu şəxslərinin ailələri Bəsrə sakinidirlər. Siz də onların başının tacı olacaqsınız. Biz də yerimizi Küfədə bərkidəndən sonra görüşünüzə gələcəyik. Sənin Küfədə imarət hökmün var. Nə üçün əhli hərəmin Küfəyədək sizinlə birlikdə olmamalıdır? Mənim Küfədəki hakimliyim Muxtar kimi təhlükəli birisinin cilovunu əlimə almağım şərti ilədir, başa düşürsənmi? Sən ki, Muxtarla köhnə dostsan. Bəli. Mənlə Muxtar uşaqlıqdan dost olmuşuq. Hal-hazırda bir-birimizə rəqibik. Dostluq nə qədər yaxınlaşsın, o zaman rəqabət daha çox və çətin olar. Hakimiyyətə görə rəqabət bir növ müharibədir. Get Ummu Səlim, get.
Dua elə Muxtarla mənim dostluğum səbəb olsun ki, bir-birimizin qanına tamah eləməyək. Get, sağ salamat. Niye o yan bu yana burnu kursan? Olduqca narahat oturacaqdı. Sən burada oturanda rahat idin? Xeyr, dəfələrlə yanımı sancıb. Elə buna görə də biz emmişik, sizsə minmişsiz. Oturacağınızın sancmağından müğayət olun. Bir halda ki, vurnuxmağımın səbəbini bilirsən, niyə soruşursan? Əmin olmaq istədim ki, müşkül məndə deyilmiş. Bu minik olduqca zəhərlidir. Gərək seyir və cadu biləsən ki, cilovunu əlində saxlaya biləsən. Düzdür. Əgər sehir və cadu ilə hakimiyyət eləmək olsaydı, cadugərlər qırılar, sehir tilsimləri ilə xilafətin cənazəsinə namaz qılardılar. Küfədə cadunu bilməyən kəsin başı qalmaqallıdır. Sən yaxşı siyasətçisən, bin Yezid. Eləcə də yaxşı cadugərsən. Hökumət eləmək cadudan da çətindir. Bəzən əlində Musanın əsası olsa da kifayət eləməz. Hökumətdə elə işlər var ki, yalnız və yalnız əyri qılıncla düzəlir. Gedin və Məkkəyə qayıtmağa hazırlaşın. Bu bir hökumət əmridir. Necə bəyəm? Bilmək istəyirəm. Bəli, bilmək istəyirəm ki, Məkkəyə getməyimiz əmirdirsə, gözüm üstə. Yox, əgər sizin buyruğunuzdursa, icazə verin, hara getməli olduğumuzu özümüz seçək. Seçim eləmə ixtiyarınızda olsa, hara gedəcəksiniz? Məkkədən kənara. Yoxsa xəlifənin sizin yerinizə bizi seçdiyi üçün kədərlənmişsiniz? Allah eləməmiş Ali Zübeyrdən üz döndərmək fikrində deyilsiniz ki, hə? Heç vaxt. Biz Ali Zübeyrə vəzifəyə sahib olmaq şərti ilə beyyət eləməmişik. Bizi beyyəti vadar edən şəhəri vəzifəmizdir. Nə qədər ki, xəlifə də, biz də sağıq, əhdimizə vəfa edəcəyik. Şəxsən mən yorulmuşam. İstəyirəm bir müddət siyasət oyunundan uzaq olun. Amma İbrahimi bilmirəm. Mən istərdim ki, Mədinə şəhərinə gedim və Peyğəmbərin məzarının yanında yaşayım. İstədiyiniz kim olsun? Bin Yezid, siz də hara getmək istədiyinizi bizə buyurun ki, səfər rahatlığınız üçün tədarük görək. Sənsə bin Mozarib, Küfəlləri məscidə çağırtdır. Şəhəri və adət üzrə hökumətə Küfə məscidi və minbərindən başlamaq lazımdır. Ey müsəlmanlar! And olsun şəriki olmayan Allaha ki, sizin saadətiniz birliyinizdədir. Ayrılıqda yox. Bizim hamımızın bir Allahımız var. Qanımız birdir. Bir Peyğəmbərimiz var. Bir qibləmiz var. Bir düşmənimiz var. Ola bilməz ki, Küfədə elə bir firqə tapılsın ki, Yezidilərin və Mərvanilərin əxlaqsızlığına inanmasın. Əgər olsa da anlamırlar, yolun azıblar. Siz Yezidin məmurlarını Küfədən qovdunuz. Amma bununla da xətər dəf olmadı. Mərvanilərin adı ilə zühr edib sizə tərəf gəlirlər. Bildiyiniz kimi, Mərvanilər Şamı ələ keçirəndən sonra Bəndələcəni bir qoşunla Hicaza tərəf, 1000 ziyadı isə İraqa tərəf göndərdi.
Abdülmələkə Mərvan bin Ziyada söz verib ki, əgər Küfəni ələ keçirsən, əgər Küfiyə hakim olsan, 3 gecə gündüz Küfəllərin namusu sənə və qoşununa halaldır. Sənə pənah ya Allah, sənə sığınırıq ya Allah. Pənahımız sənsən Sənə sığınırıq ya Allah. Ümidimiz sənsən ya. Qardaşlar, düşmən silahlı və qorxuncdur. Əgər dəstə-dəstə ayrılıb, hər dəstə öz bildiyi kimi Mərvanilərin qarşısına çıxsa, qalib gəlməzsiniz. Necə ki, təvvabinlər məğlub oldular və qanları Eynül-Vərdədə töküldü, Allah rəhmət eləsin. Qardaşlarım, elə buna görə də Əmir-əl-Möminin məni sizə tərəf göndərib ki, ordunuzu qurum, sərhədlərinizi qoruyun. Xəraclarınızı alım və hamınızın payını ödəyim. Xəraclarınızın artığını öz razılığınız və Raşidi xəlifələrinin adəti üzrə Əmir-əl-Möminə göndərim. Mənə kömək eləyən hər kəslə dost və qardaşam. Fitnə əhli ilə düşmənəm. Üsyankar və itayət etməyəni sındıracağam. Azğın və yolundan azmışları həbs eləyəcəyəm. Bu ki, elə bir Ziyadın üslubudur, əmir. Hələ mənim xütbəm qutarmayıb sahib. Batilin başına fırlanmağın sonu yoxdur. Bu vaxtacan buyurduqlarınız təkrar və dəfələrlə eşitdiyimiz boş vədlərdir. Buradakı bu cəmaat çox muizə eşidib. Elə əmir istəyirlər ki, əməl əhli olsun, söz yox. Şeytanın sözlərini sahib İbn Malik, İbn Əşəri kimi fəzilətli bir ağıllı adamın dilindən eşitmək heyrətlidir. Əlbəttə, əgər vaxtımızı tələf eləmək istəyiriksə... Mən Eynül-Vərdə qətilgahından gəlirəm, şeyx. Buyurduz, şeytanın dili ilə danışıram. Ola bilər, bəşər caizül xətadır. Bizim hamımız şeytanın vəsvəsəsinin qarşısındayıq. Şübhəsiz ki, mən də nəfsimin şeytanını öldürsəydim, qətiyyən təvvab dostlarımdan ayrı qalmazdım. Sizdə, üzünüzdə iman niqabı olduğu və Rəsullahın minlərində əyləşdiyiniz üçün şeytandan qorxmalısınız. Əlbəttə, əlbəttə. Bu söz haqq sözüdür. Allahın sözüdür. Sahib, bu cür mətləblər hidayət edicidir. Hər nə qədər istəyirsən, buyur, danış. Biz səni canla başla eşidirik. Bəlkə də mənim sözlərimin çoxu xoşunuza gəlməyəcək. Amma əgər həqiqəti tapmaq istəsən, hidayət edər. Təvvabinlər öz dini vəzifələrinə əməl edirlər. Əgər Küfənin hakimi onlara kömək etməyə əsirgəməsəydi, bugün Eynül-Vərdə Mərvanilərin qətilgahı olardı, nəinki təvvabinlərin. Əgər bin Yezid həqiqətən təvvabinlərə kömək eləyə bildiyi halda eləməyibsə, Allah onu bağışlamasın, çünki günah eləyib. Bin Yezid kömək eləmədi, çünki Əli Zübeyrin siyasətidir ki, Şiyə Küfədə zəif olsun və azlıq təşkil eləsin. İstəyirlər ki, Şiyələri dəstə-dəstə Mərvanilərlə döyüşə göndərsinlər ki, iqtidarını alt-üst edib onları tamamilə məhv eləsinlər. Bax, bu səhv sözdür. Heç razı deyiləm sahib. Əgər xütbəmə yaxşı qulaq assaydınız, ərz eləmişəm düşmənin qarşısına hamımız birlikdə gedəcəyik. Dəstə-dəstə yox, öz başına, öz fikri ilə yox. Əgər təvvabinlər Eynül-Vərdəyə getməsəydilər, belə çıxır ki, Ali Zübeyir onları zorla göndərəcəkdi, hə? Bu nə təfriqə salan sözdür? Allah lənət eləsin təfriqə salmaq məqsədində olan şəxsə. Amin, ya Rəbbəl aləmin. Əgər sizi müharibə etmək fikriniz varsa, əzimli olun. Çalışın ordu yaradasınız. Şiyə də arxanızdadır. Xeyr, nə arxada, nə də öndə. Ürəyinizi bədbinlikdən təmizləyin ki, hamımız birlikdə cihad eləyək. Vəziyyət mən düşündüyümdən də qorxuludur. Cəmaatın gözünün qarşısında xəlifiyə hörmətsizlik Zübeyirlərin dəvəsini kəsib yerə qoymaqdır. Bin Yezid hökumət eləmədi, oyun oynadı, hökumət oyunu, şah oyunu oynayan uşaqlar kimi. Cəsarət eləyirəm, əmir. Küfəllər üz görsələr boynunuza minərlər. Həddindən artıq səbirlisiz. Onsuz da qanım öz əlimdən qaradır.
Siz də biraz qaraltmayın. Siyasətdə bəzən bir təbəssümlə bir qoşun qədər fəth eləmək olar. Gülməyə məcbur idim. Yoxsa vəziyyətin gərginliyini başa düşməyəcəkdim. Sahib Muxtarın yaxın dostlarındandır. Bu kobudluqların bir başı Muxtara gedib çatır. Muxtar azad olmamalıydı. Məlumat almışam ki, azad olandan sonra şiyələrin başçıları ilə müzakirə eləyib və gizlində özü üçün beyyət eləyib. Muxtarı həbs eləmək səhv idi. Amma azad eləmək ondan da böyük səhv idi. Allah öldürsün bin Yezidi. Boş və naxaq yerə Muxtardan bir böyük qəhrəman yaratdı.